Assalomu alaykum, hurmatli obunachilar. Bugun sizlar bilan korxonada mol ferma tashkil etish haqida gaplashamiz. Nechik bo'lishi, navoiy yemlar beriladi, foydami, boshqa zararmi, shular haqida. Idorada mol ferma tashkil etish dumon foyda emas, dumon zarar emas. Foydasi sig'irlar bo'lsa, doğadı, köpəyədi, süt beradi, sütündən qatıq sötülədi. Qatıq işçilərə əlbəttə verilədi. Qatıq verilişinin səbəbi çangda nədə yürüdülər, tazalıqda yaxşı oladı aşqazana. Öpkəyə faydası var. Hazır 10 dana mal var. Şulardan 2 sığır, 3 sığır var. 3 dana kaçar ballarım, sığır. Baxalacaqlarım sığır boladı, doğadı, köpəyədi. Onlarım süt verib başladı. Artqan sütlər boladan bolsa, onlarım tarqatıladı. Lekin hazırca artmıyordü. Qatıq əlbəttə verilib durdu işçilərə. Yeminə gələn bolsaq, hazır yemini göstərmən. Yeminə gələn bolsaq, üçünün kətdə karitada yemi karladı. Buna nə oladı? Saman bilən kəpək arlaşdırdı ikisini. Keyin üstünə indi çələkdə 3 çələklə də küncara əzələdi. Saman bilən kəpək arlaşmasına üstünə küncara səpib bərilədi. Hazırca şu isti boğanlık üçün. Keyin əgər hava salqınlaşadan bolsa, hava salqınlaşsa yem pişirilədi. Şu ocaqda yem pişirilədi. Odun bilən pişirib verədi. Ona navla salınırdı içine. Seçkə, məkkə, buğday yarması şularını aralaşdırıb pişirib axırında küncaranı salıb verədi içine. Təyar boğan karışmanı saman bilən aralaşdırıb verədi. Onda rezultat yaxşıraq boladı. Özgərişi malını başqası yaxşı oladı. Sütəm köpəyədi. Et alışı, göğüş alışam köpəyədi. Ökizlə əgər sığırla ökiz doğadan bolsa, onu yetəldirib, səmirtirib, bəyramla da soyulub işçilərə tarqatıladı. Hazır görsütkənin birincisi angusədir. O acayip mal. Bunda yanında bir sığır var, balası. Bula taza doğulğan. Bu ham kaçar. Parodni. Sığıra gəp yox. Süt bər tut sığır. Sütü yaxşı. Berdə yine ökizlərimiz. Əldən navası. Bu latok qoyulğan. Lana tuba bilən zötülüngən. Teyinə kərüş döşəlgən teyinə. Kərüş döşəlgən. Ortası kuyulğayına. Tez tazalanıb duradı. Berdə hazır 4 tane öküzümüz var. Acayip yine semental. Baxışda başqa nədə xatalıqlar nələr boladan bolsa kommentariyada fikirlərinizi kutub qalamız. Podpiska oluşunu yaddan çıxarmamaq. Bunlardan zor yeniliklər boladı, Allah olsa.